2-yə baxaq. Ara sözün modal sözlə ifadə olunmadığı. Bax, qulaq asın. Bu da düşür imtihana. Ara sözün modal sözlə ifadə olunmadığı məqam nə deməkdir? Bir var ara söz, bir də modal söz. Bütün modal sözlər ara sözdür, düzdür? Amma bütün ara sözlər modal söz deyil. Misal üçün deyirəm, əlbəttə gələcəm. Bu modal sözdür. Amma əgər iki söz görürsünüzsə, buna modal söz deyə bilməzsiniz. Çünki modal söz bir sözdən ibarət olur. Bax, elə A variantı. Sözün düzü, biz yeni texnologiyanı tam mənimsəmə. Bəli, burada görsən söz birləşməsidir. Burada modal söz yoxdur. Amma B variantına bax, əlbəttə bir sözdür, deməli modal sözdür. Bu xülasənin sənin üçün doğrudanmı bir sözdür? Demək bir sözdür, deyəsən bir sözdür. Deməli, iki söz görürsənsə, sən ona modal söz deməyəcəksən, ara söz deyəcəksən. Başa düşdün? Başa düşdü. Hansı oldu? Başa düşmədim, ancaq hansı oldu? A variantı. Aynur, modal söz bir sözdən ibarət olur. Ara söz Bəli, müəllimə. həm bir söz, həm iki söz, həm üç söz, yəni çox sözdən ibarət ola bilər. Hə, B başa düşdüm. variantında bir söz var. C'də bir söz var, D'də bir söz var, Y'də bir söz var. Amma A variantında sözün düzü ən azı iki söz var. Deməli, bunu modal söz deyə bilməzsən sən. Bəli, müəllimə. Düşdün başa? Gəlirik 3-ə. Müəllimə indi daha çox sevinc gətirən şagirdinin məmnunluğu idi.